Bismillahirrahmanirrahim. Mən bu Travel şirkətindən çox razıyam. Yəni birinci dəfə deyil, hətta əziz qardaşımla ümrə ziyarətində olmuşam. Ötən il 3-10 dekabr. Çox razı qalmışam. Yəni həmişə seçəcəyim bir şirkətdir. Çünki çətinliyimiz oldu. Yəni mən heç vaxt fikirləşmədim ki, bu yəni səhlənkarlıqdır, bu şirkətin səhlənkarlığıdır. Çünki bu şirkətin mən yəni keyfiyyətini görmüşəm. Yəni bilirdim ki, bu bizim üçün bir imtahandır da, yəni yaxşı olasıdır. Yəni ağa bizi bayaq Hacı İbiş qardaş, İbiş əmi də çox yaxşı dedi. Dedi intizarda saxladı ki, biz daha çox yəni həsrətində olaq ki, bu ziyarətin qədrini bilək. Allah ziyarətlərimizi qəbul eləsin. İnşallah qrup rəhbərləri də, tur rəhbərləri də bizə haqlarını halal etsinlər inşallah. Allah hər birinizdən razı olsun. Buyurun Murat qardaş. Allah'ın salamı olsun sizlərə. Mən ilk dəfə ki, ziyarətə gəlirəm. Və bir dəfə zəng elədim. Kərbəla Vüsala soruşdum ki, mənəvi ləzzət olacaq ya yox. Dedi ki, hələ düzgün bana zəng eləmiş. Həqiqətən də bu mənəvi ləzzət mənə nəsib elədi. Allah'a çox şükürlər olsun. Qardaş, elmi ilə, əməli ilə, insanlığı ilə bunu göstərdi bizlərə. Həmçində Ədalət qardaş, Allah hamımıza razı olsun. Çox gözəl təşkilatlı, çox gözəl münasibət, yəni nöqsansız bir münasibət təqdim eləmişsiniz. Allah razı olsun. Allah sizi həmişə nəzərində saxlasın. Amin. Çox